Döşündəki kistanı məhv eləyib. Xahiş eləyirəm, bu video hər kəs like qoysun. Bunu telefondan oxuyacağam. Biraz uzun videodur. Ximiya həkimi şoka düşüb. Baxın, bəyənlə paylaşın ki, hər kəsin qarşısına çıxsın. Hamı içsin bu utindini. Bax, bunu oxuyuram indi. Mən bunu bala qatıb hər gün səhərlər ac qarına 1 ay içdim. Döşümdə kistanı məhv etdi. Döşümdə kistanı. Həkimim dəli oldu, çünki mənə ximiya məsləhət bilmişdi. İndi də kapsulasını içirəm, yoxlanışa gedirəm, tərtəmiz çıxıram. Çalışın için, heç olmasa 1 ilin 6 ayını için. Axırda da yazıb ki, dumbul kimiyəm. Ay maşallah. Gözəl xalqım. Buradan sizə səslənirəm. Utindi bir neymətdir. Əgər mədənizdə problem varsa, yeməkdən 1 saat sonra için. Amma problem yoxdursa, yeməkdən qabaq için 1 saat. Mədənizdə problem varsa, mədənizi sağaldın, sonra utindini için. Alın bir dənə belə, bax 1 kilo. Başlayın yavaş-yavaş içməyə. Amma yaxşısını tapın, çalışın. Var, yaxşısı var. Bizdə də var, problem yoxdur, göndərə bilərik. Kim istəsə, yoldaşımın burada səhifəsini sabitləyirəm, yazar, poçtdan göndərər rayonlara, problem yoxdur, onsuz göndərir. Burada da şəhər daxili Koroğlu metrosundan verir. Hər bir kəs içməlidir.